Xanımımızın 29 yaşı var, mens vaxtından keçib, test edib hamiləlik çıxıb və ağrıları var qarında, sağ hissədə. Ultrasəs müayinəsinə gəlib. Gördüyümüz sol yumurtalıqda olan sarı cisimdir. Bəzən deyirlər soldan folikul partlayıb sağdan qalmaq olarmı? Axı mənim filan borum yoxdur, filan var. Bəli, fərqi yoxdur. Çünki hər biri qarın boşluq Douglasa açılır. Bu gördüyümüz sol yumurtalıqdır, sarı cisimdir. Bu uşaqlıqdır. Bu yumurtalıqdır, sağ yumurtalıqdır. Və bu da uşaqlıqla yumurtalıq arasında olan boruda izlənən ektopik, yəni yerin dəyişmiş, öz yerində olmayan, boruda inkişaf edən 4 həftə 5 günə GS-nə uyğun boru hamiləliyimizdir. Bu yumurtalıqdır, bu boruda hamiləliyimizdir. Bu uşaqlığımızdır və bu da sol yumurtalıq və sol yumurtalıqda korpus lüteumuzdur.